Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina şefi'i zunubina Ebil Qasim Muhammed. Ve ala alihi tayyibina tahirin el-ma'sumin el-mukarramin. Rabbi şirah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. قال الله تعالى في محكم كتابه بسم الله الرحمن الرحيم إن الله لا يغير ما بقوم حتى يغير ما بأنفسهم آمنا بالله وصدق الله العلي العظيم السلام عليكم ورحمة الله وبركاته عزيز müminler. Cümə gününüz mübarək olsun inşallah. Allah Teala sizləri və bizləri bugünün bərəkətindən, rəhmətindən, mərhəmətindən, ruzisindən bir nəsib etməsin. Allah Teala Kur'an-ı Kerim'de buyurur: İnna Allah la yugayyiru ma bi kavmin hatta yugayyiru ma bi enfusihim. Allah bir kavmin halını onlar özlerini değişmedikçe değişmez. Ra'd suresi 11. ayeti. İnna Allah la yugayyiru ma bi kavmin hatta yugayyiru ma bi enfusihim. Yani Allah bir kavmi o vaxt değişer ki kavm özünü değişmek istesin. O vaxt Allah dəyişəcək ki, onlar özlərini dəyişmək istəyəcəklər. Bu mübarək ayə bizə ilahi bir sünnədən, ilahi bir qanundan bəhs eləyir və açıq şəkildə bizə bildirir ki, fərdin və cəmiyyətin nicatı daxildən başlayır. İnsan öz qəlbini, niyyətini, ruhunu saflaşdırmadıqca, islah etmədikcə, zahiri heç vaxt islah edə bilməyəcəkdir. Zahiri problemlərin həllinə tapa bilməyəcəkdir. Yaşadığımız dövrdə maddi imkanlar artmaqdadır. Texnologiya çox yüksək bir səviyyəyə gəlib çatıb. Bu dövr bəşəriyyət bir sınaq qarşısındadır. Mənəvi bir sınaq qarşısındadır. İstehlak mədəniyyətidir. İnsan ehtiyaclarından artığını qazanmaq istəyir, xərcləmək istəyir. İnsanlar yaşadıkları evləri ilə, geyindikləri libasla, paltarla, marka brendlə, sürdükləri miniklə, əllərindəki mobil telefonla, insanlar bununla tanınır. Halbuki insanlar əxlaqla, mənəvi dəyərlərlə, təqva ilə, imanla tanınmalı idilər. Belə bir dövrə gəlib çatmışıq. İnsan həyatının mərkəzinə maddi istəklərini qoyubdur. Nə vaxt ki, insan həyatın mərkəzinə maddi istəkləri qoydu, bu zaman mənəviyyat arxa plana keçir. Maddiyyatla mənəviyyat arasında, maddi dəyərlərlə mənəvi dəyərlər arasında bir konflikt baş verir. Və insan maddi dəyərləri üstün tutduğu üçün mənəviyyat tapdanır, mənəviyyat itir. Mənəvi dəyərlər öz əhəmiyyətini itirir. Buna görə də mənəvi dəyərlər və əxlaq fərd və cəmiyyətin həyatında çox mühüm bir məsələdir. Biz bəzən insanı fərd baxımından, fərd prizmasından ona yanaşırıq. Bəzən də cəmiyyət baxımından yanaşırıq. Əxlaq hər iki cəhətdə mühüm rol oynayır. Xüsusilə də gözəl əxlaq. Və eyni zamanda pis xüsusiyyətlər də yenə böyük bir rol oynayır fərd və cəmiyyətin məhvində, həlak olmasında. Bizim fərdi həyatımızda əxlaqi dəyərlər çox böyük əhəmiyyət daşıyır. İnsan vəhşi əhəlləşməmiş bir at kimidir. İnsanın nəfsi bu cürdür. Özünə aid olanı da istəyir, ona aid olmayanı da istəyir. Və insan bu nəfsini, bu vəhşi əhəlləşməmiş nəfsini cilovlamalıdır. İlahi cilovla cilovlamalıdır. Həmin ilahi cilov əxlaqi dəyərlərdir. Əxlaqi dəyərlər amma o vaxt insanın nəfsinə təsir edir ki, bu əxlaqi dəyərlər insanda sabit bir xüsusiyyət olsun, mələkə halına gəlsin, çatsın. Bir neçə dəfə bunu demişik ki, əxlaq xulq sözündən götürülüb, bilirsiniz də, xulq sözünün cəmidir. Bir var xəlq, bir var xulq. Xəlq insanın zahiri yaradılışıdır. Xulq insanın batini yaradılışıdır. Əxlaq insanın batinini formalaşdırır. Və bu əxlaqın istər pis xüsusiyyətlər olsun, istər yaxşı xüsusiyyətlər olsun, bir xətt boyunca 3 mərhələlidir. Birinci mərhələ hal mərhələsidir. Yəni yaxşı xüsusiyyət ola bilər ki, səndə haldır. Hal gəlib gedəndir, həmişə deyil. Məsələn, insan acır, acılıq hissi keçirir. Yemək yeməklə doyur və acılıq hissi bitir.
İnsan susuzdur. Su içməklə susuzluğu aradan götürür. Hal daimi deyil. İkinci mərhələ mələkə deyirlər buna, sabit xüsusiyyət. Yaxşı dəyər, əxlaqi dəyər insanda ya sabitləşibdir, yaxud əksi pis xüsusiyyət insanda sabitləşə bilər. Pis xüsusiyyət bunun dəyişilməz xarakterinə çevrilə bilər. Üçüncü mərhələ məqam mərhələsidir ki, yaxşı xüsusiyyət artıq məsələn insanda məqam tapıb, qərarlaşıb, insan da bu məqamdadır, əksi də bu cürdür. Pis xüsusiyyət insanda qərarlaşa bilər, məqam mərhələsinə gəlib çata bilər ki, Quran-ı Kərimdə, Quran istilahında bunu Quran reyn adlandırır, reyn. Reyn nədir? Mutaffifin surəsində Allah Teala 14-cü ayədə buyurur: "Kəllə bəl rana ala qulubihim ma kanu yaksibun." Onların etdikləri onların qəlblərini paslaşdırıbdı, qəlblərinin üzərini örtübdü. Bu məqam mərhələsidir ki, insan artıq gəlib bu mərhələyə ki çatdı, o insanın islah olması, düzəlməsi qeyri-mümkün bir mərhələdir. Ona görə də Allah Teala bu cür insanlar barəsində deyir ki, qəlbləri möhürlənibdir. Allah onların qəlblərini möhürləyibdir. Xatamallahu ala qulubihim. Allah onların qəlblərini möhürləyibdir. Və ala absarihim ğişya, və gözlərində pərdə var. Onlar haqqı görməzlər, haqqı dərk etməzlər, haqqı duymazlar. Və bəzi ayələrdə ulaike kəl'an'am belhum adal. Onlar heyvan kimi, bəlkə heyvandan da aşağı mərhələdədirlər. Ruh yoxdur, idrak yoxdur, əxlaqi dəyərlər yoxdur. Bu üç mərhələ ki var, hal, mələkə və məqam mərhələsi, bunlar yaxşı əxlaqda bunların üç mərhələnin üçü də bəyəniləndi. Pis əxlaqi xüsusiyyətlərdə üçü də pislənəndir, bəyənilməyəndir. Pis xüsusiyyət belə hal mərhələsindədirsə bəyənilmir. O ki ola mələkə mərhələsində ola. O ki ola insan gələ pis xüsusiyyət onun varlığına çevrilə. Pis xüsusiyyətlə vəhdətləşə. Yaxşı xüsusiyyət hal mərhələsində belə bəyənilir. Sabit mələkə mərhələsinə çatarsa daha çox bəyənilir. Məqam mərhələsinə çatarsa Quran-ı Kərim bu cürdür: "Və ravhun və reyhanun və cənnətu nəim." O insan artıq özü cənnətdir, özü neymətdir, ruhdur, reyhandır və cənnətdir. Diqqət etmək lazımdır ki, insan pis xüsusiyyətlər ki hal mərhələsindədir, hal mərhələsində özünü təmizləməyə çalışmalıdır. Görür ki, məsələn, bəzən bu günah eləyir, pis işlərə bunun içərisində bir meyl yaranır. İlkin mərhələdə gərək nəfsinin qarşısını alsın, nəfsini cilovlaya bilsin, nəfsinə hakim ola bilsin. Əgər bu ilkin mərhələdə bu addımı atmasa, bu hallar yavaş-yavaş insanda çoxaldıqca mələkəyə çevriləcək, sabitləşəcək, sabit xüsusiyyətə çevriləcək. Və ən sonda gələcək məqam mərhələsinə çatacaq ki, pis xüsusiyyət bunda artıq qərarlaşdı, məqam mərhələsinə çatdı, artıq bu qəlbin ölümüdür. Bu mütləq qəflətdir. Quran-ı Kərim bu cürləri üçün buyurur ki, "Summun bukmun umyun fəhum la yerciun." Kardılar, laldılar, kordular. Onlar qayıtmazlar, haqqa dönməzlər. Bu belə bir mərhələyə insan gəlib çatırsa, bundan sonra nə moizə insana təsir eləyir, nə söz insana təsir edər, nə bir əməl insana təsir eləyər. Belələri barəsində Allah Teala Hazreti Resulullah sallallahu aleyhi və səlləm Allah Peyğəmbərə bu cür insanlar barəsində belə deyir, buyurur ki, Zuhruf surəsi 40-cı ayədə: "Əfə əntə tusmi'us summə əv təhdil umyə və mən kənə fi dalalin mubin." Ya Rasulallah, sən karı eşitdirmək istəyirsən, yoxsa koru hidayət etmək istəyirsən? Və yaxud o kəs ki, aşkarca zəlalətin içindədir, onu mu doğru yola çəkmək istəyirsən? Bunlar ölü insanlardır. Bunlar şaquli ölülərdir, diri gəzən ölülərdir, ayaq üstə gəzən ölülərdir. Əmir el-Mömin əleyhissalamın təbirincə desə, "Əs-suratu suratil insan vəl-qalbu qalbu heyvan." Surət insan surətidir, qəlb heyvan qəlbidir. Və zəlikə meyyutul əhya. Bu cürüsü dirilərin ölüsüdür, diri ölülərdəndir. Pis əxlaq da bu cürdür ki, pis əxlaq insanda kök saldıqca, necə ki insan bu gəlib bu mərhələyə çatır, yaxşı əxlaq da insanda kök saldıqca, hal mərhələsindən mələkə mərhələsinə və məqam mərhələsinə gəldikcə insan ucalır, yüksəlir. Bunun üçün təkcə elə o əxlaqi dəyərləri sevmək yetərli deyil. Elə bir dəfə bir əxlaqi bir iş gördün, bu ilə kifayətlənmə yox. İnsan özünü inkişaf etdirməlidir, ruhunu inkişaf etdirməlidir. Burada iki mühüm məsələ var.
Birincisi, niyyətdəki ixlas. İxlaslı olmaq gərəkir. Mə kənə lillahi yənmu. Həzrət Rasulullah buyurur, Allah üçün olan artar, inkişaf eləyər. İkincisi, daimi əməl olmalıdır. Əməlində mütəmadi olmalısan, davamlı olmalısan. Bu bir mübarizədir. Bu ikisi olmasa insanda əxlaqi dəyərlər kök sala bilməyəcək. Ən azından yəni insan əgər istəyir ki, ruhu inkişaf eləsin, hal mərhələsi gözəldir, amma bu səni qısa məsafə aparacaq. Mənəviyyat seyrində çox qısa məsafə qət eləyəcəksən. Heç olmasa ən azından mələkə mərhələsinə gəlib çatmalısan. Ki, mələkə mərhələsinə çatmalısan ki, bu səndə sabitləşsin və sən böyük mənəvi məqamlara çata biləsən, ruhu inkişaf etdirə biləsən və ən sonunda gəlib məqam mərhələsinə çatasan. Bu ixlasla və davamlı əməllə mümkündür. Bəzən insan məsələn günahdan tövbə eləyir, Allah da tövbəsini qəbul eləyir, günahlarını bağışlayır. Amma bu o demək deyil ki, günahın mənfi təsirləri hələ insanın ruhunda qalmayıbdır, onun düşüncələrində qalmayıbdır. Müəyyən zaman lazımdır, cəhd lazımdır, əməl lazımdır ki, qalmış o pisliklərin qalıqlarını təmizləyəsən. Necə ki, məsələn, xəstəlik də bu cürdür. Bəzən insan müalicə olunur, xəstəliyi qalib gəlir, xəstəliyin qarşısı alınır. Amma o xəstəliyin törətdiyi fəsadların aradan getməsi üçün zaman lazımdır. İnsan gərək doğru dürüst qidalana, immunitetini artıra ki, bədən müqavimət göstərə, o xəstəliyin qalmış o fəsadları tamamilə aradan gedə. Ruh da bu cürdür. Tövbədən sonra bir müddət lazımdır ki, sən səy etməlisən, çalışmalısan ki, səndə günahların izləri qalmasın. Çünki günahın izi insanın ruhunda qaldıqda mümkün insan yenidən günaha qayıtsın, günaha dönsün. Və ən pis halda budur ki, tövbədən sonra insan günaha qayıdır. Tövbədən sonra günaha qayıtmaq əvvəlki vəziyyətdən daha ağırdır, daha kəskindir, daha şiddətlidir. Sən bir dəfə qurtulmuşdun bu çirkabdan, indi yenidən bu çirkaba bulaşmaq daha şiddətlidir. Bundan qurtulmaq ikinci dəfə çox çətindir. Məsələn, narkomaniya. Görürsən, insanlar narkotik aludəçisidir, tövbə eləyir, gəlir, bir müddət özünü qorumağa çalışır. Müddət lazımdır, 6 ay təqribən bir müddət lazımdır ki, bu özü ilə mübarizə apara, nəfsinə hakim ola bilə, özünü təmizləyə. Bu müddəti keçmədən qayıtsa, elə bir bataqlığa batır ki, da qayıtmaq qeyri-mümkün olur. Xülasə budur ki, tövbə təkcə yetərli deyil. İnsanın əxlaqi dəyərləri sevməsi və yaxud da müvəqqəti olaraq onlarla zinətlənməsi yetərli deyil. Daimi əməl lazımdır və ixlas lazımdır, qoruyub saxlamaq lazımdır. Bunu ki, insan nəfsini cilovlaya bilsin və yenidən çirkaba yuvarlanmağın qarşısını ala bilsin. İkinci cəhət əxlaqın ictimai baxımından zəruriliyi. Cəmiyyətin həyatı əminamanlıq olarsa, cəmiyyətdir. Əminamanlıq isə əxlaqın girovundadır. Əgər bir cəmiyyətdə əxlaq varsa, o cəmiyyətdə əminamanlıq var. Əminamanlıq sabitliyin əsasıdır. Bir cəmiyyətdə sabit olmasın, gərək orada asayiş olsun, əminamanlıq olsun. Bunun üçün də gərək cəmiyyətin fərdləri əxlaqa sahib olsunlar, imana sahib olsunlar, gözəl əxlaqi dəyərləri yaşayan fərdlər olsunlar. Əgər cəmiyyətdən əxlaq gedərsə, əminamanlıq gedəcəkdir. Əminamanlıq gedərsə, ictimai həyat çökər, cəmiyyət məhv olacaqdır, kütləvi şəkildə həlak baş verəcəkdir. Hansı bir cəmiyyətdəki əxlaqi dəyərlər mövcud deyil, o zəvala uğrayacaq, məhvə məhkumdur. Bəzi sivil ölkələrdə görürsünüz ki, ali qanunlar var. Yəni onlar əxlaqi dəyərləri qanunlarla əvəz eləyiblər. Və qanunlar da o qədər kəskindir ki, qanunu pozmanın qarşısında da cərimələri var, cəzası var. Əgər qanun varsa, ümumiyyətlə cəza yoxsa, o qanun heç kəs əməl etməz. Qanunlar tərtib eləyiblər, cəzalar tərtib eləyiblər, cərimələr tərtib eləyiblər. İnsanlar yavaş-yavaş hamı qanuna artıq tabedir. Amma burada bir incə məqam var. O məqam nədir? O bundan ibarətdir ki, insanlar burada bu qayda qanunlara niyə tabedirlər? Səbəb nədir? Səbəb qorxu amilidir. Cəzadan qorxmaq. Burada gücün məntiqi rol oynayıb. Məntiqin gücü yox. Amma dinimizin buyurduğu əxlaqi dəyərlər ki, Allaha inam üzərində qurulubdur. Burada əxlaqi dəyərlərə, o ali dəyərlərə, qayda qanunlara riayət etməyin arxasında qorxu amili deyil, iman amilidir, məhəbbət amilidir, təqva amilidir.
Bir çox ölkələrdə görürsən, hakimiyyət laxladıqda cəmiyyət bu zaman sınağa çəkilir. Qanunun keşisi yoxdur artıq. Bu zaman cəmiyyət sınaq içərisində olur. Görürsən ki, qarətlər başlayır, bir o birisini qətl yetirir, bir o birisindən oğurlayır. Vəhşiliklər üzə çıxır. Sivil ölkələrdə bu olub. Baxa bilərsiniz, statistikalara baxarsınız, xəbərlərə baxın, araşdırın, görəcəksiniz. Ki, məsələn, bir ştatda 2-3 saat işıq kəsilib, indi bir fəlakət baş verib də, bu 2-3 saat içərisində nə qədər qarətlər olub, oğurluqlar olub. Halbuki 3 saat bundan qabaq həmin insanlar qaydaları riayət edən insanlar idi. Elektrik yoxdur, işıq yoxdur, kameralar çəkmir, demə bütün qaydaları poza bilər bu. Nəfsini təmin etməkdən ötürü. İnsanı islah eləyən insanlar tərəfindən qoyulmuş qaydalar deyil, qorxu amili deyil. İnsanı islah eləyəcək Allaha olan inamdır, Allaha olan imandır. Bizdə də bu cürdür. Biz yəni bundan sığortalanmamış. Əgər biz müsəlman cəmiyyəti də əxlaqi dəyərlər gedərsə, biz də bu cür fəlakətlərlə, problemlərlə qarşılaşacağıq və qarşılaşırıq da. Dərin iman lazımdır ki, insan haramdan uzaqlaşsın. Cəza qorxusu yox. Və buradan gəlib çıxır ki, ortaya belə bir nəticəyə gəlirik ki, fərdi əxlaq əsasdır. İctimai əxlaqsa onun səmərəsidir, onun bəhəridir, meyvəsidir. Quran-ı Kərimə baxaq ki, Quran-ı Kərim əxlaqı nə cür bizə təqdim eləyir. Quran-ı Kərim insanın batinini islah etməkdən ötürü gəlib. Quran gəlib insanı düzəltsin, insanı mənəviyyat insanı etsin, insanı bu torpağa bağlılığından, yerə bağlılığından qaldırıb səmaya ucaltsın. İnsana anlatsın ki, ey insan, sən bu biyoloji varlıqdan ibarət deyilsən, bu ət, sümük, bu nə bilim qan, bu damarlar, bundan ibarət deyilsən. Sənin həqiqətin bu gördüyün deyil. Bu məhvə məhkumdur, bu gedir. Sənin həqiqətin, sənin içərisində gizli olan bir həqiqətin var, onu dərk etməlisən. Gizli özünü dərk etməlisən, ona gizli məni anlamalısan və özü islah etməlisən. Sənin xoşbəxtliyin Allahdır. Sən xoşbəxtliyi orada burada axtarma ginən. Sən Allahın teşnəsisən, Allahın susuzusan. Səni yalnız Allaha olan inam, Allaha olan bağlılıq, Allahın əxlaqı ilə əxlaqlanmaq səni islah eləyə bilər. Quran bunun üçün gəlib. Ona görə də Quran-ı Kərim əxlaq Quranıdır. Və aydındır ki, əxlaqi dəyərlər dinin əməli tərəfidir, dinin görsənən tərəfidir. Müşriklərin çoxu İslam dinindən biz necə gəlbilər? Həzrət Rasulullah sallallahu aleyhi və səlləmin əxlaqına görə, Quran-ı Kərimin təbliğ etdiyi o əxlaqi dəyərlərə görə, o mənəvi dəyərlərə görə bunu anlayıblar, bunu dərk eləyiblər, bu dinə gəliblər. Əxlaqla tövhid arasında sıx bir bağlılıq var. Tövhid əməli olaraq əxlaqdır elə, əxlaq da nəzəri olaraq tövhidin özüdür. İndi bu hədisə diqqət eləyək. Nəql olunur ki, bir nəfər gəldi Həzrət Rasulullahın yanına, Rasulullahdan soruşdu, ya Rasulallah, mən din nədir? Allah Rasulü buyur ki, əd-din husnul xulq, din gözəl əxlaqdır. Adam keçdi Rasulullahın sağ tərəfinə yenə dedi, ya Rasulallah, din nədir? Allah Rasulü buyur ki, din gözəl əxlaqdır. Keçdi Rasulullahın sol tərəfinə, ya Rasulallah, din nədir? Rasulullah buyur, din gözəl əxlaqdır. Rasulullah durub gedəndə arxadan sanki qışqırdı, sanki biraz qəzəbləndi. Ki, ya Rasulallah, məd-din, nədir axı bu din? Allah Rasulü ona tərəf çönərək dedi ki, əmə təfqahud-din, anlamadın din nədir? Din budur ki, qəzəblənməyəsən. Din gözəl əxlaqdır. Din əxlaqi dəyərləri bizə təbliğ etməkdən ötürü və onu biz yaşamağımızdan ötürü gəlibdir. Bizim batinimizi islah etməkdən ötürü gəlibdir. Quran-ı Kərim əxlaqi dəyərləri elə təkcə moizə olaraq vəsf etmir. Bizə tövsiyə kimi, moizə kimi danışmır. Quran-ı Kərim əxlaqi dəyərləri, əxlaqi qaydaları, o ilahi mənəvi dəyərləri bizə bir düstur kimi bizə təqdim edir. Bir konstitusiya kimi bizə təqdim edir ki, insan sən bunu əməl etsən, sən salih bir varlığa çevrilə biləcəksən. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunur ki, bir gün sahabələrdən biri Rasulullahın yanına gəldi. Gəldi Rasulullahın yanına, ənsardan idi. Dedi, ya Rasulallah, mən filan tayfadan bir ev aldım, filan tayfanın içərisinə düşmüşəm də. Qonşularımın şərrindən amanda deyiləm. Onlardan da xeyir gözləmirəm. Yəni, elə qonşularım var ki, bu qonşulardan mənə pislik gələcək, buna əmin deyiləm. Bunlardan da mənə xeyir gələcək, bunu da düşünmürəm ki, bunlar mənə xeyir verməyəcəklər. Yox. Belə bir əhatəyə düşmüşəm. Neyniyim mən? Allah Rasulü əleyhissalama, Əmmara və Salmana tapşırdı ki, uca səsindən car çəkin. Nəyi car çəkin? Dedi, bax, bunu çəkin ki, Lə imənə limən ləm yə'mən cəruhu bəvaiqəh.
O kəs ki, qonşusu onun şərrindən amanda deyil, onun imanı yoxdur. Yəni, tohid yoxdur. Əxlaq yoxdursa, tohid yoxdur. Əgər bir müsəlman cəmiyyətində əxlaqi dəyərlərə əməl olunmursa, 1000 dəfə də la ilahə illallah desələr, bu tohid deyil. Bu şəkildir, bu formadır, bu zahirdir. Əxlaqi dəyər mümkündür. Rasulullah əxlaqi dəyəri bizə təbliğ eləyib. İndi bu ayəyə sən Allah diqqət elə gör. Allah Teala burada tohidlə əxlaqi dəyəri necə bir-birinə bağlı şəkildə bizə buyurur. Buyurur Allah Teala Fussilat surəsi 33-cü ayədə: وَمَنْ أَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَا إِلَى اللّٰهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ. Deyir, o kəs ki, Allaha dəvət eləyə, salih əməl eləyə, insanlara da deyək ki, mən müsəlmanlardanam, mən Allahıma təslim olanlardanam. Bundan gözəl əqidəsi olan, düşüncəsi olan, söz olan biri varmı? Allah bu cür sual verir bizə. Bu ayə, bu mübarək ayə tohidin prinsipinə, tohid prinsipinə işarə edir. وَمَنْ أَحْسَنِ قَوْلًا مِمَّنْ دَعَا إِلَى اللّٰهِ. Allaha dəvət edəndən gözəl söz olan biri ola bilər ki, insanı Allaha çağırır, Allaha dəvət edir, həqiqətə dəvət edir, haqqa dəvət edir. Sonra ayə əməl tərəfə keçir və amilə salihən və salih əməl eləyir. Və insanların içərisində deyil, özünü insanlardan üstün tutmur, özünü insanlardan ayrı tutmur. İnsanlara deyir ki, innəni minəl muslimin, mən müsəlmanlardanam, mən Allaha təslim olan qullardanam. Və beləcə bu ayə bizə tohidi, salih əməli və insanlarla qaynayıb qarışmağı, cəmiyyət içərisində yaşamağı biri-birinə bağlı şəkildə bizə təqdim eləyir. Ümumiyyətlə, Quran-ı Kərimdə baxsaq, dəyərlər ki, Allah Teala təqdim eləyib, əxlaqi dəyərlər barəsində buyurur. Allah əxlaqi dəyərləri sevir, çünki kamaldır əxlaqi dəyərlər. Allah kamilliyi sevər, kamilliyi sevmək də özü bir kamillikdir. Amma Allah təriflədiyi əxlaqi dəyər bilsin nə vaxt tərifləyir. İnsan o əxlaqi dəyərlə əhatə olunduqda, insan o əxlaqi dəyərlə yaşadıqda Allah onu sevir, onu tərifləyibdir. Quran-ı Kərimdə baxdım, 16 yerdə Allah sevdiyini deyir. Allah yuhib, Allah sevir. 16 yerdə belə deyir. Bunun da əksinə 16 yerdə də deyir ki, Allah la yuhib, Allah sevmir. İndi Allah nəyi sevir və nəyi sevmir? Bütün ayələri qeyd eləməyəcəm, çünki bəziləri təkrardır ayələr. Sevdiyi ayələr ki, Allah deyir ki, nəyi sevir? Bunlara diqqət edin. Buyurur ki, İnnallaha yuhibbul muhsinin. Allah yaxşılıq edənləri sevər. Demir ha, yaxşını sevər, yaxşılıq edəni. Çünki yaxşılıq mücərrəd bir məfhumdur. Yaxşılıq gözəl bir şeydir. Türklərdə bir söz var, iyilik iyidir, yaxşılıq yaxşıdır. Amma bu yaxşılıq o vaxt yaxşıdır ki, bunu sən eləyirsən, mən eləyirəm, o eləyir, biz eləyirik, cəmiyyət olaraq bunu eləyirik, onda gözəllik çıxır ortaya. Allah bu cür insanları sevir. İnnallahu yuhibbul muhsinin. İnnallahu yuhibbut tevvabin və yuhibbul mutatahhirin. Allah tövbə edənləri və özünü paklayanları, təmizləyənləri, nəfsini paklayanları sevir. İnnallahu yuhibbus sabirin. Allah səbr edənləri sevir. İnnallahu yuhibbul mutavakkilin. Allah təvəkkül edənləri sevir. İnnallahu yuhibbul muqsitin. Allah ədalətli olanları sevir. İnnallaha yuhibbullezina yuqatiluna fi sabili saffan ka'annahum bunyanun marsus. Allah onun yolunda sıraya duraraq sarsılmaz bir qala kimi döyüşən qullarını sevir. Gördünüz, dəyəri yaşayan insanları sevir. Quran bizə dəyəri elə gözəlliyinə görə təbliğ eləmir ki, bizə çıxsın kimsə burada minbərdə desin, ay cəmaat, şücaət gözəl bir şeydir, səxavət gözəl bir şeydir. Yox, Quran bunları nazil edib ki, biz yaşayaq, şücaətli insan olaq, səxavətli insan olaq, mərhəmətli insan olaq, düz insan olaq, ədalətli insan olaq. Və bunun müqabilində Allahın sevmədikləri nədir? İnnallah la yuhibbul kafirin. Allah kafirləri sevməz. İnnallah la yuhibbul mu'tedin. Allah təcavüzkarları sevməz, kimisə haqqını tapdalayanı. İnnallah la yuhibbul mufsidin. Allah fəsad törədənləri, fitnə fəsad salanları sevməz. İnnallah la yuhibbuz zalimin. Allah zalimləri sevməz. İstər fərd baxımından olsun, istər ictimai baxımdan olsun. Ailəsinə zülm eləyir, Allah onu sevməz. İşçisinə zülm eləyir, Allah onu sevməz. Xalqına zülm eləyir, Allah onu sevməz. İnnallah la yuhibbu men kana muxtalan fakhura. Allah loğa özündən razı olan təkəbbürlünü sevməz. İnnallah la yuhibbu men kana xavvanan asima. Allah xəyanətkar, günahkarı sevməz. İnsan ona görə əxlaqi dəyərləri yaşamalıdır. Sevmək yetmir. Yaşamaq lazımdır. Dəyərlər səndə, əxlaqi dəyərlər səndə məqam mərhələsinə gəlib çatmalıdır. Pis dəyərlərdən tamamilə arınmaq lazımdır. Peyğəmbərin ilahi dəvətindəki o cazibənin sirri bilisinədəydi.
Sirri Həzrət Rasulullahın sahib olduğu əxlaqi dəyərlərdə idi. Ki, Əhl-i Beyt imamları da və salih Allah qulları, Allah bəndələri də bu yolu getdilər. Sahib olduqları əxlaqi dəyərlərlə insanları dəvət edirdilər İslam'a, əməlləri ilə insanları İslam'a dəvət edirdilər. Ona görə İmam Cəfər Sadiq əleyhissalam dəfələrlə bizə tövsiyə edir: "Kunu lana zeynən və la takunu aleyna şeyna." Bizim üçün zinət olun, bizim üçün tənə yeri olmayın. Yəni elə əməl sahibi olun ki, insanlar sizə baxsın, bizim yolumuza gəlsinlər, bizi sevmək istəsinlər. Belə olmayın ki, insanlar sizə baxıb bizə qarşı desinlər ki, bu da falan kəsin şiyyəsi desinlər. Və biz diqqət etsək Peyğəmbər tarixinə, baxın, o kəslər ki, Həzrət Rasulullahın əxlaqından təsirlənib İslam'a gəliblər, Qur'anın bir ayəsini eşidib, həqiqəti dərk edib İslam'a gəliblər, bunlarla qorxudan və ya başqa maraqlardan İslam'a gələnlər arasında böyük fərq var. O kəslər ki, sadiq qaldılar, onlar Peyğəmbərin əxlaqındakı o cazibədən təsirlənib İslam'ı qəbul edənləridir. Qur'andakı o həqiqətləri dərk edən insanlar idi ki, bu cazibədən İslam'ı qəbul edilər və İslam'da sabit qədəm qaldılar, dönmədilər. Allah Rəsulundan sonra da heç nəyi dəyişmədilər. Barmaq sayı qədər insanlar. Amma o kəslər ki, qorxudan bu dini qəbul etdilər, məcburiyyətdən bu dini qəbul etdilər. Bəni Ümeyyə, Allah Resulü Məkkəni fəth etdi, Əbu Süfyan və ətrafı qarşısında İzhəbu entumut tulaqa, gedin azadsınız dedi. Halbuki qətlə yetirə bilərdi, onları qisas alıb onların hamısını qətlə yetirə bilərdi. İllərlə müsəlmanlara qarşı vuruşmuşdular. Onları azad etdi. İslam'a gəldilər, amma bunların İslam'a gəlişləri idrakdan deyildi, qəlbdən deyildi, dərk edib bir həqiqət görüb, bir işıq görüb, onun dalınca gedir, bu deyildi. Ona görə də bunlar İslam'ı öz maraqları üçün istifadə etdilər. İslam'a vurulmayan zərbəni bunlar vurdular. Müşriklərdən betər zərbələr vurdular. Müşrik olanda İslam'a bu qədər zərbə vurmamışdılar ki, bunlar İslam'ı zahirdə İslam'ı qəbul edib, İslam'ı bu vəziyyətə gətirib çıxartdılar. Çünki insanın cismi ilə ruhunun əsir düşməsinin fərqi var. İnsan həqiqətə ruhunu verməlidir. Yalandan cismini yox. Cismimiz indi burada məsciddədir, ruhumuz Allah bilir hardadır, düşüncəmiz, fikrimiz hardadır. Fikrimiz, düşüncəmiz, ruhumuz burada olmalıdır. Ruhumuz həqiqətlə olmalıdır, Qur'anla olmalıdır. Əxlaqi dəyərlər insanın qeyd etdiyimiz kimi batinini formalaşdırır. Xəlq və xulq məsələsi dedi ya ki, xulq insanın batini yaradılışıdır. İnsan sahib olduğu əxlaqi dəyərlərlə öz içini qurur, öz içini formalaşdırır, içinin surətini çəkir. Tablo qarşımızdadır, fırça əlimizdədir, rənglər də qarşımızdadır. Öz şəklimizi çəkirik. Nə ilə? Sahib olduğumuz xüsusiyyətlərlə, etdiyimiz əməllərlə, əməllərimiz, xüsusiyyətlərimiz, əxlaqi səciyyələrimiz, xüsusiyyətlərimiz bizim batinimizi formalaşdırır. Ola bilər insan özünü aldadır, deyir ki, mən möminəm, mən namaz qılanam, məscid əhliyəm, filanam. Amma iç bu cür deyil. İçinin surəti, haşa, Allah usaq eləsin, qiyamət günü ki, aşkar olacaq, yevmə tubləs sərair. O gün elə gündür ki, bütün gizli olanlar hər şey üzə çıxacaqdır. Sir deyilən bir şey qalmayacaqdır. Bugün hamımızın içərimizdə bir sirrimiz var ki, heç kəsin ondan xəbərdar olmasını istəmirik. Amma qiyamətin günündə elə bir gündür ki, yevmə tubləs sərair. Hər şey aşkar olacaq. İnsan həqiqi surətini ölüm anında görəcək. Qiyamətdə görəcək, amma gecdir. Deyəcək ki, Rabbirci'uni le'alli a'malu salihan fima terakt. Rabbim qaytar məni geri. Bəlkə mən gedib o tərk etdiyimi təzədən düzəldim. Təzədən özümün bir şəklini doğru dürüst düzəldim, formalaşdırım, gəlim bu aləmə. Kəlləhiyə kəlimətun huvə qailuha. Əsla yox, bir sözdür deyir. Ki, bu dünyadan əziz möminlər faydalanmalıyıq, bu fürsətdən faydalanıb mənəvi yüksəliş əldə etməliyik, əxlaqi dəyərlərə sahib olmalıyıq. Çünki əxlaqi dəyərlər bizim həqiqətimizdir. Hətta mümkündür insan bu dünyada bəzilərinin həqiqətini görə bilsin. Təbii ki, zahiri gözlə yox, bəsirət gözü ilə, mələkuti gözlə. Nəql olunur ki, ariflərdən biri cəmiyyətin içində gedəndə, ya dükan bazara gedəndə, yolda gedəndə elə hey başını aşağı salıb ya Səttar zikrini deyərdi. Səttar, yəni eybləri örtən. Niyə? Çünki ətrafındakı insanların həqiqətini görürdü və vəhşət hiss eləyirdi, ürpənirdi. Ki, ilahi ört bunları görməyim, keçim gedim buradan. Həzrət Rasulullahın ətrafında bir çox insanlar vardı ki, Allah Resulü onların batinindən əziyyət çəkirdi, batininin formalarından, batini şəkillərindən əziyyət çəkirdi. Ona görə Allah Resulü buyurur ki, mə uziyə əhədun mislə mə uziyti
fillah. Allah yolunda mənim qədər, mənim kimi əziyyət çəkən kimsə əziyyət çəkməyibdi. O münafiqlərin, o müşriklərin ki, Allahın Rəsulunun yanındaydılar, həqiqətlərini Allah Rəsulu bilirdi və bunlardan əziyyət çəkirdi. Əxlaqi dəyərlər öz-özlüyündə bir ibadətdir, öz-özlüyündə bir kamillikdir. Əxlaqa görə Allah mükafatlandıracaq, bunu bilin. Hamımızın məşhur bildiyi bir qissə var da, Hatəm-i Tayin tayfası əsir düşmüşdü. Hatəm-i Tayi kim olub? Müşrik olub. Amma səxavətli birisi olub. Tey qəbiləsindəndir, adı da Hatəmdir. Çox səxavətli birisi olub. Nəyi varsa insanlara kömək eləyibdi. Bunu ölüb gedib, müşrik olaraq da ölüb gedibdi. Bunun tayfası əsir düşəndə Allah Rəsulü onun qızını azad elədi. Niyə dedi? Sənin atan böyük əxlaq sahibi idi. Əxlaq sahibini Allah hər zaman mükafatlandıracaqdır. Ya bu dünyada, ya o dünyada. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, İnnəl mu'minə lə yudriku bi husnu xulqihi dərəcətə qaimil leyl və saimin nəhar. Mömin gözəl əxlaqı ilə gecələri ibadət edən, gündüzləri oruç tutanın dərəcəsinə gəlib çata bilər. Əxlaq səni bu dərəcəyə gətirib çatdıra bilər ki, sanki sən elə gündüzləri ibadət eləmişsən, gecələri oruç tutmusan. Hətta bundan da yüksəyə qaldıra bilər. Adam var ki, ibadəti o qədər də çox deyil, amma əxlaqı səciyyəsi var, yüksək əxlaqı dəyərlərə sahibdir. Adam var ki, gecə-gündüz ibadət edir, amma əxlaqı dəyərə sahib deyil. Acı dildir, söz gəzdirəndir, fitnə fəsad törətmək elə içindən gəlir. Ona sataşsın, onu iynələsin, bunu iynələsin, ona xor baxsın. Birinin uğuruna sevinməyəndir. İnsanların hər zaman bədbinlik istəyər insanlar üçün, bədbəxtlik istəyər insanlar üçün. Bütün gündə ibadət eləsin, bu ibadətin heç bir faydası yoxdur. Allah Rəsulü buyurur ki, bəndə gözəl əxlaqı ilə elə bir axirətdə elə əzəmətli dərəcəyə çatar, elə şərəfli məqama gəlib çatar, baxmayaraq ki, ibadəti zəifdir onun. Amma deyir, pis əxlaqı ilə də cəhənnəmin ən aşağı qatına gedib yuvarlanar. Gözəl əxlaq ibadətin mahiyyətidir, əsasıdır. İbadət elə gözəl əxlaq yaratmaqdan ötürüdür. İnnəs salate tənhə anil fəhşai vəl munkar. Namaz insanı çirkinliklərdən, pisliklərdən uzaqlaşdırır. İbadətin hədəflərindən biri də budur ki, bir insan gözəl əxlaqa sahib ola bilsin. Biz gözəl əxlaqa sahib olmaqla biri-birimizə fayda verə bilərik. Heç bir insan digər insanın namazından, orucundan faydalanmır. Məsələn, sən mən mömin qardaşım, bütün günü namaz qılırsan, hər gün oruç tutursan, ondan mənə bir xeyir gəlməz. Amma sənin gözəl əxlaqa sahib olmağından mən faydalanıram. Sən mənə xeyir verirsən, başqasına xeyir verirsən. Mən gözəl əxlaqa sahibəmsə, başqasına xeyir verirəm, başqasına fayda verirəm. Bu qədər əhəmiyyətlidir ki, həm bu dünyamız üçün, həm axirətimiz üçün əxlaqi dəyərlərə sahib ola bilək. Sonda Allaha duamız budur ki, ilahi, sən qəlblərin sirrini bilənsən. Sən niyyətlərdən agahsən və batini islah eləyən sənsən. İlahi, biz səndən gözəl sima istəmirik, səndən gözəl əxlaq istəyirik. İlahi, dilimizi yalandan, qəlbimizi kin-küdurətdən, əməllərimizi riyadan pakla, təmizlə. İlahi, nəfsimizi bizə hakim etmə, bizi nəfsimizə hakim et. İlahi, əxlaqımızı imanımızın aynası et. Davranışlarımızı Qur'ana uyğun et. İlahi, rəftarımızı Peyğəmbər və onun əhl-i beytinin əxlaqına oxşat. İlahi, bu məclisdə olanları əxlaqla ucalanlardan qərar ver. Bu qardaşlarımızı bizi adla deyil, əməli ilə tanınan qullarından qərar ver. Bütün dualarımızın qəbul olması üçün Peyğəmbər və pak əhl-i beytinə salavat zikr edir inşallah.